Herkese salam. Bugün sizinle birlikte Boluya, Abant Gölüne küçük bir seyahat edeceğiz. Səhər tezdən yola çıxdıq. Yol kifayət qədər rahat idi. Arada bir kısa fasilə verib yanacaq doldurduq, biraz dinləndik. Daha sonra yenidən yolumuza davam etdik. Hər tərəf yaşıllıq idi. Meşələr uzandıkça insanın gəzmək həvəsi daha da artır. Nəhayət Abant Gölünə çatdıq. İlk diqqətimi çəkən şey sakitlik oldu. Şəhərin səs-küyündən sonra burada olmaq adama həqiqətən yaxşı təsir edir. Təmiz hava, hündür ağaclar və gölün mənzərəsi çox gözəldir. Çox insanlar buraya piknik məqsədilə gəlir, balıq tuturlar. Şəhərin səs-küyündən uzaq olmaq üçün sakitlik axtarırlar. İndi siz bu mənzərəyə baxın, necə də gözəldir. Gölün ətrafında bir xeyli gəzdik. Hər tərəfdə şəkil çəkdirən insanlar var idi. Bəziləri velosiped sürürdü, bəziləri isə ailəsi ilə piknik edirdi. Biz də tələsmədən gəzdik, ətrafı seyr etdik və gözəl mənzərənin dadını çıxardıq. Burada oturup bir stəkan çay içməyin də ayrı bir ləzzəti var. Təmiz havada çay daha da dadlı olur. Elə belə oturup gölə baxmaq belə insanı sakitləşdirir. Videonu bəyəndinizsə bəyənməyi və kanala abunə olmayı unutmayın. Növbəti səyahətdə yenidən görüşərik. Sağ olun.